Biz hamımız bilirik ki İmam Hüseyin Aleyhisselamın başı nizədə neynirdi? Quran oxuyurdu, bəli. Quran oxuyurdu, danışırdı. Yaxşı. Allah rəhmət eləsin, Şəhriyarı deyir, Bezuz əz əli ki arət pesəri əbul əcaib ki ələm kunəd bi aləm şühədai Kərbəlara. Əlidən başqa kim əbul əcaib bir övlad yetişdirə bilər ki, gəlsin bir dənə Kərbəlanı, yəni xarabalıq səhranı neynəsin? Dünyaya bayraq eləsin. Gülüstan yox, dünyaya bayraq eləsin. Özü Əbul Əcaib. Əbul Əcaib bilirsiniz, Əcaib yəni möcüzələr. Əb də ata. Əbul Əcaib yəni möcüzələr atası. Möcüzələr atası. Şəhriyar bu sözü hardan götürüb? Qur'an-ı Kərimdə bir dənə ayə var. Kəhf surəsində. Allah Teala Əshab-ı Kəhfin cəryanın, dastanın Həzrəti Rəsulullah'a danışandan sonra belə deyir. Əm həsibtə, səhv eləmirəmsə belədir. Ənnə əshabəl kəhfi və rəqimi kanu min ayatına əcəba. Elə hesab edəcəkən Əshab-ı Kəhfin dastanını danışdı. Bunlar zülmə qarşı belə çıxdılar. Ondan sonra dinsizlərə qarşı, bütpərəstlərə qarşı belə çıxdılar. Nə qədər ibadət elədilər gizdində, dağlarda, daşlarda. Sonra gəldilər o məqamında birbaşa o zalimin üzünə çıxdılar, inkar elədilər, tək Allahı təsdiq elədilər. Allah da onlara nicat verdi, apardı mağaraya, 310 il yatdılar. Sonra da diriltdi onları. Allah dedi ki, yaşamaq istəyirsiniz, yaşayın. Ölmək istəyirsiniz, nə desiniz, mən qulluğuzdayam. Onlar da üstünlük verdi nəyə? Dünyaların dəyişməyinə. Çünki Qur'an-ı Kərimdə ayədir. Yaxşı. Allah Teala bunu Peyğəmbərə danışandan sonra deyir, sən elə hesab edirsən, Əshab-ı Kəhf və Rəqim, o Rəqim də o aşağıda kəndin adıdır. Ona görə deyirdi, Əshab-ı Kəhf və Rəqim bizim böyük möcüzələrimizdəndir. İstifhami inkarı deyirlər. Deməli, istifhami inkaridir. Yəni, inkari formada sualdır. Yəni, bu ki deyir, siz elə hesab edirsiniz, Əshab-ı Kəhf və Rəqim bizim böyük möcüzələrimizdəndir. Yəni, yox. Əshab-ı Kəhf və Əshab-ı Rəqim bizim böyük möcüzələrimizdən deyir. Bundan da böyük bir dənə möcüzəmiz var. Bundan da böyük bir dənə möcüzəmiz var. İndi bilirsiniz də İmam Hüseyin Əleyhisselam hansı ayəni oxuyurdu nizədə? İmam Hüseyin Əleyhisselam həmin bu ayəni oxuyurdu. Bu ayəni İmam Hüseyin Əleyhisselamın o mübarək başından, dodaqlarından onun oxuma. Əlbəttə onu hamı görmürdü. Ayətullah Cavad Amili deyir ki, xanım Zeynəb deyir ki, qardaşım, mən bilirəm sən danışmaq qüdrətin var. Görürəm sən Quran oxuyursan. Amma bu uşağa da bir kəlmədə qoy təsdirini tapsın. Yəni onu hamı görmürdü. Amma görənlər var idi. Davud Bəni Haşim oxur. Ayə-i Quran təşbihidir. Davudda belə rüxsar ola bilməz. Bəni Haşimin Davudu, Həzrət Davudun o Quran oxumağı, ayə oxumağı da Qurandan mənzur, yəni o ilahi zikirləri oxumağı nədir? Çox məşhurdur, çox cəhətlədir, quşlar da inərdi onun səsinə və bəzi rivayətlərdə də var, Behiştin qarisi elə Həzrəti Davuddur, deyir. Bəni Haşimin Davudu nizədə ayə oxuyurdu. Deyir, bu təşbihdir, Davudda belə rüxsar ola bilməz. Həzrəti İmam Hüseyin Əleyhisselam o ayəni oxuyurdu ki, Əshab-ı Kəhf və Rəqib bizim böyük möcüzələrimizdən deyil. Mənası bilirsiniz nədir? Deyirdi, Allahın o böyük möcüzəsi bu nizədə Quran oxuyan nədir? Başdır. İndi, niyə bu Allahın böyük möcüzələrindəndir? Yenə qayıdıb gərək Kərbəlaya baxasan. Yenə gələsən, neynəyəsən? O məktəbin içərisində gəzəsən.